Niyə biz elə yaşamalıyıq ki, pis şeyləri unutmaqla bir tər gün keçirməliyik, məcbur olaq unudaq? Niyə? Niyə reallıqlarından qorxaq həyatın? Niyə aciz yaşayaq? Yaşlı kişi görsəni yol gedir, çox yaşlanır, əlini məsələn əsa ilə gedir, dayanır, biraz yol gedir, dayanır. Sən bir bax deyirən ki, mən belə olacam, yaşasam hələ. Mənim üçün bu gün var. Özdə çox az qalıb. Az qalıb bilirsiniz kimə deyirəm? Bu tədbirdə, bu moizədə 18 yaşlı uşaq varsa ona deyirəm az qalıb. Az qalıb o vaxtda. Görəcəksiniz, çox az qalıb. Cavan bunu görmürsə məst olur. Məst sözünü özündən çıxartmadım. Sukruş şəbab dualarda gəlib, cavanlıq məstliyi pis şeydir o. Nacat Şabaniyədə də var, cavanlığın məstliyi var, məst. Yəni elə bilir ki, elə belə də olacaq. Yox, cavanlıqdan anlasın ki, həyatın bu yüzü var, bu tərəfi var. Dünya çətin yerdir, məhdud yerdir. Bunların hamısını qəbul eləmək olduğu kimi. O mənada yox ki, təslim olub aciz olmaq, yox. Reallıqla mübarizə aparıb, amma başa düşmək ki, nə qədər də mübarizə aparsın, bu dünyanın reallığı budur ki, sənə hər şeyi verə bilməyəcək. Bu belədir.